Real TV-də zəhmətkeşlərin verilişinə baxırsınız. Fermerin real dostu başladı. Bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Bəli, verilişimiz davam edir. Dəyərli dostlar, hörmətli tamaşaçılar, zəhmətkeşlər və fermerlər. Fermerin real dostuna baxırsınız. Bugün də ənənəmizə sadiqik, sizin üçün maraqlı və vacib olan bir mövzudan danışacağıq. Əvvəla onu qeyd edim ki, işğaldan azad olmuş ərazilərdə çox böyük infrastruktur işləri aparılır. Eyni zamanda təbii ki, bura kənd təsərrüfatı ilə bağlı həyata keçirilən layihələri də əlavə etmək olar. Kənd təsərrüfatı insanın ilk innovasiyası sayılır və Azərbaycan xalqının bu torpaqlarda qədimdən yaşadığının bir həm də sübutudur. O ərazilərdə artıq torpaqların əkinə verilməsi üçün müəyyən işlər görülüb və bu davamlıdır. Bax, bu istiqamətdə nə kimi işlər görülür? Hal-hazırda proses nə yerdədir? Bu və digər sualları qonağımla müzakirə edəcəyik. Qonağım Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadə Nəzarət Şöbəsinin müdürü Firidun Tağıyevdir. Firidun müəllim, mən sizi salamlayıram. Xoş gəlmişsiniz. Xoş gördük Rüstəm müəllim. Firidun müəllim, girişdə də qeyd elədim, artıq işğaldan azad olunmuş ərazilərdə torpaqların icarəyə verilməsi prosesi başlamışdı. Biz bilirik ki, bu Zəngilanda, Ağalı kəndində start götürdü. Hal-hazırda proses nə yerdədir və hansı formada davam edir? Təşəkkür edirəm Rüstəm müəllim dəvət üçün. Nə gözəl ki, biz bu prosesin layihə ərəfəsindən etibarən sizinlə daim təmasda olmuşuq, dəfələrlə bu efirdən. Bəli. Hətta işğaldan azad olmuş ərazilərdə torpaq idarəçiliyinə dair yanaşmaların öyrənilməsi, beynəlxalq təcrübənin öyrənilməsi məsələsini müzakirə edirdik. Çox gözəl bir təsadüfdür ki, artıq biz bu qaydaların qəbul olunmasından bilirsiniz ki, ötən il noyabr ayının 27-sində möhtərəm cənab prezident tərəfindən işğaldan azad olunmuş ərazilərdə torpaq idarəçiliyinə aydınlıq gətirildi və onun fərmanı ilə bu təsdiq olundu. Bəli. Və həmin fərman əsasında da elə bir ay ərzində, dekabr ayının 27-sində, belə deyək, 544 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı qəbul olundu. O qərar məhz işğaldan azad olunmuş ərazilərə məskunlaşma həyata keçirilmiş kəndlərdə kənd sakinlərinə torpaqların icarəyə verilməsini, belə deyək, özündə ehtiva edir. Təbii ki, bu qaydaları əsas götürərək bu ildən etibarən qarşıda 2026-cı ilə qədər məskunlaşması nəzərdə tutulan kəndlər, hansı ki, bu günə 44 kənddən söhbət gedir, torpaq planlanması və onların, belə deyək, həmin kənddə məskunlaşacaq əhaliyə torpaqların icarəyə verilməsi prosesinin təhlili başlanıldı. Aidiyyəti qurumlar, o cümlədən Kənd Təsərrüfatı Nazirliyində təmsil olunduğu işçi qrup yaradılıb bununla bağlı. Çox sıx qrafikdə işləyir bu işçi qrup, həmin yerində monitorinqlər, torpaqların, belə deyək, kadastr məlumatlarını biz İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən əldə etmişik və Kənd Təsərrüfatı Nazirliyi olaraq da biz həmin torpaqların bir növ aqrar ixtisaslaşmasını da, belə deyək, bazı olaraq formalaşdırırıq və bunun əsasında həmin kəndlərdə məskunlaşacaq əhaliyə qaydaların tələblərinə uyğun olaraq minimum 5 hektardan parselləşmiş torpaqların icarəyə verilməsi prosesinə başlanıldı. 1-2 ay öncə sizə biz ilk, belə deyək, bu işin müjdəsini Zəngilan rayonunun Ağalı kəndində verdik. Bu efirdən də hətta bu məsələni müzakirə elədik. Bütün ictimaiyyət bununla bağlı məlumatlandı. Siz özünüz də orada səfərdəydiniz, mən də oradaydım. Aqrar Biznes Festivalı keçirildi, müqavilələr imzalandı fermerlərlə, bəli. Bəli, o məsələni demək istəyirəm və təcrübəni bölüşmək istəyirəm ki, biz Ağalı kəndində ilkin olaraq 110 hektarda parselləşdirilmiş 22 parseli icarə üçün, belə deyək, elektronik kənd təsərrüfatı informasiya sistemində elana çıxardıq. Gözlədiyimizdən daha aktiv müraciətlər oldu. Biz, belə deyək də, düşünürdük ki, bəlkə daha az olar, amma ümumilikdə 68 təsdiqlənmiş müraciət oldu sonda. Və qaydaların, belə deyək, bir bəndi də bunu özündə ehtiva edir ki, tələb təklifi üstələdiyi halda fermerlər kooperativləşərək müraciət etməlidir. Və bu cürdə oldu? Bəli, bəli. Və bunu biz həmin fermerlərlə ümumiyyətlə Ağalıda işlərin təşkilini biz çox planlı şəkildə həyata keçirdik. Aidiyyəti qurumlarımız da işə cəlb olundu.
xüsusi təlimatlandırmalar, məlumatlandırmalar və belə deyək, fermerlərlə söhbət şəklində həyata keçirildi. Eyni zamanda fermerlərə təlimlərin də təşkili həyata keçirildi bir ay ərzində. Və bu fermerlərdən, 68 müraciət edən fermerlərdən 32-si kooperativlərdə birləşərək torpağı əldə etməyə üstünlük verdilər ki, bu 3 kooperativdə birləşdilər və biz onlarla icarə müqavilələrinin bağlanılmasını həyata keçirdik. Sizin də qeyd etdiyiniz kimi bu çox möhtəşəm bir tədbir şəklində həyata keçirildi. Hiss etdiyim məqamlardan biri o idi ki, fermerlərdə ciddi maraq var. Artıq onlar öz doğma yurdunda, elində bu torpaqları əldə etməyin sevincini yaşayırdılar. Tezliklə təsərrüfatla məşğul olmaq istəyirlər. Bəli, bəli. Eyni zamanda onlara torpaq idarəçiliyinə dair yanaşmanın müsbət tərəfləri aşılandıqca və belə deyək, açıqlandıqca fermerlərimiz daha çox belə deyək, gəlir əldə etmək üçün bu parsellərin bütöv şəkildə olmasının vacibliyini də anlamağa başladılar. Söhbətlərin nəticəsində biz gördük ki, çox həvəslidirlər və bu təsərrüfatçılıq ənənəsini davam etdirməyə qərarlıdırlar. Bu da bizi sevindirir. Yerdə qalan fermerlərlə də maarifləndirmə işini davam etdirdik ki, hansı ki 68 müraciət edən şəxs var idi, öncə də qeyd etdim. Onlara da bildirdik ki, kooperativləşib müraciət etsələr, biz eyni qaydada torpaqları təhkim edə bilərik. Lakin onlar hələ indiyədək qərar qəbul edə bilmədilər və belə olduğu təqdirdə biz torpaqları əhaliyə ikinci mərhələdə köçəcək əhali üçün hazırlayacağımız digər hissə ilə birlikdə əlimizdə qalan parselləri də yenidən icarəyə üçün elana çıxarmağı düşünürük və buna qərar verildi. Deməyim odur ki, Ağalıda başlayan bu proses digər kəndlərə də artıq belə deyək, nəzərdə tutulub, həmin kəndlərdə də planlama işləri aparılır. Proses olaraq eyni prosesdir. Burada seçilmiş torpaqlar kəndə yaxın, daha əl çatan, müəyyən infrastruktura gətirilmiş. Bəli, bəli, müvafiq qaydalarda da əks olunduğu kimi, müvafiq qaydada minimum 5 hektarda parselləşdirilmiş, su, təsərrüfatlar arası yol, gərəkən belə deyək, yerlərdə drenaj və elektrik xəttinin çəkilməsi də dövlət tərəfindən təmin olunmuş, təsərrüfatı belə deyək, ən yaxşı şəkildə davam etdirmək üçün hazır vəziyyətdə torpaqların icarəyə verilməsi həyata keçirilir. Ki, fermer üçün daha rahat olsun. Bəli, bəli. Xüsusi nüanslardan biri də odur ki, bu torpaqlar kənd əhalisinə güzəştli şərtlərlə, yəni güzəştli şərtlərdə dediyimiz sıfır əmsal kimi qəbul edilmiş icarə haqqı ilə, yəni heç bir icarə haqqı ödəmədən kənd sakinləri bu torpaqları əldə edə bilirlər. Bəli. Yeri gəlmişkən, biz indi təbii ki, növbəti kəndlərin adını çəkəcəyik. Bu kəndlər də artıq bunlarla da bağlı mətbuatda açıqlama verilib və hansı kəndlərdir, bu proses necə başlayıb. Bu mövzudan öncə istəyərdim ki, bir balaca aydınlıq gətirəsiz Firidun müəllim. Bu kəndlərin seçimi, prioritet hansı formada aparılır? Niyə görə misal üçün Zəngilan, niyə görə Qarabağın və ya işğaldan azad olunmuş məhz hansısa kəndi? Burada bir yəqin ki, seçim meyarları var, düzdürmü? Bəli, tam doğru. Rustam mən öncə də qeyd elədim ki, 2026-nın sonuna dək hazırda plan üzrə 44 kənddə məskunlaşma nəzərdə tutulub. Təbii ki, burada torpaq resurslarının icarəyə verilməsi üçün bir neçə nüans nəzərə alınır və prioritetlik də ona görə aparılır. İlk növbədə məskunlaşma əsas prioritetimizdir. Hansı kəndlərdə artıq məskunlaşma olubsa ona önəm verilir. Bununla yanaşı bildiyiniz kimi torpaq resursunu belə deyək də tək torpaq kimi bölüb verməklə iş bitmir. Kənd təsərrüfatı fəaliyyətlərinin dayanıqlı təminatı üçün mütləq şəkildə su da vacibdir və su infrastrukturu. Eləcə də bayaq sadaladığımız gərəkən yerlərdə bunun drenaj infrastrukturu, paralel olaraq yol və elektrik enerjisi infrastrukturu da olmalıdır. Və bu hansı kənddə daha tez və daha belə deyək, sürətli həyata keçirilə bilirsə, bunlar prioritetdə önə alınır, qeyd elədiyim nüanslar. Bir də bir nüansı da unutmayaq ki, burada mina təmizləmə fəaliyyəti də əsas götürülür. Çünki bəzən görürsünüz ki, kəndlərin ərazisində müəyyən hissədə hələ mina təmizləmə fəaliyyəti tamamlanmayıb. O yüzden də bu dediyim, sadaladığım məsələlərin hamısı nəzərə alınaraq bir prioritetlik müəyyən olunub və buna ciddi riayət olunur.
Eyni zamanda bu məsələlərin koordinativ təşkili də əlaqələndirmə qərargahı vasitəsilə həyata keçirilir və mən qeyd edim ki, qərargah çox sıx intensivliklə işğaldan azad olunmuş ərazilərə səfər edir, belə deyək, rəhbər şəxslərin iştirakı ilə və burada aidiyyatı dövlət qurumları, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi də iştirak edir. Bütün orada keçirilmiş görüşlər, qəbul edilən qərarlar protokollaşdırılır və protokollar təbii ki, hər bir dövlət qurumuna, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinə də icraya göndərilir. Burada da demək olar ki, görülən bütün işlər əlaqələndirmə qərargahı rəhbərinin, eləcə də ölkə rəhbərliyinin ciddi nəzarətində həyata keçirilir. Ona görə də bugünkü kənd təsərrüfatı torpaqlarının icarəyə verilmə prosesini bir növ işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq və infrastruktur işlərinin paralelində görə bilərik. Bir hissəsi ki. Bəli, o işlərin elə bir davamlılığıdır. Hansı ki, kənd yerləri və yaxud da ki, digər infrastruktur həlləri tamamlandıqdan sonra artıq əhali köçməyə hazır olduqda torpaq resurslarının da icarəyə verilməsi üçün hazırlanması tələb olunur və bu istiqamətdə də iş aparılır. Yeni qoşulanları salamlayıram. Fermerin real dostuna baxırsınız. Dəyərli zəhmətkeşlər, hörmətli fermerlər və tamaşaçılar. Bugün biz işğaldan azad olunmuş ərazilərdə torpaqların icarəyə verilməsi prosesindən danışırıq. Qonağım Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdürü Firidun Tağıyevdir. Firidun müəllimlə biz aprel ayının sonunda Zəngilanda bu torpaqların icarəyə verilməsi ilə bağlı bir neçə məsələyə toxunduq. Artıq bu proses gedir, davamlıdır və indi hal-hazırda mən gəlib çıxmaq istəyirəm o suala ki, Firidun müəllim, digər bir rayonumuzda, Xocalı rayonunun 2 kəndində, o kəndləri siz deyəcəksiniz, artıq bu proses davam edir və ora köçən sakinlər tərəfindən, belə deyək də, müraciətlərin qəbuluna da başlanılıb, düzdürmü? Bu hansı kəndlərdir, ümumiyyətlə proses nə yerdədir, fermerlərin nə qədər vaxtı var, sizdən ətraflı eşidək. Bəli, Usta, mən bayaq sadaladığım o prioritetlik məsələləri nəzərə alınmaqla bildiyiniz kimi biz Xocalı rayonunun Ballıca və Xanyurdu kəndləri üçün artıq elan etmişik müraciətlərin qəbulunu. Müraciətlərin qəbulu elektron kənd təsərrüfatı informasiya sistemi üzərindəndir. Bu fərmanda da tapşırıq bu şəkildə qoyulub və müraciətlərin qəbulunun müddəti 1-30 iyun arası olacaq. Buradan bir daha Xocalıdan olan fermerlərimizə, Xocalıdan olan sakinlərə, belə deyək, söhbət ora köçmüş şəxslərdən gedir. Bu şəxslər müraciətlərini etməlidirlər bu müddət ərzində. Maarifləndirmə işimiz yerlərdə də davam etdirilir. Mütəmadi olaraq kənd sakinləri ilə ənənəvi bizim planımıza uyğun olaraq görüşlərin keçirilməsi nəzərdə tutulur və eyni zamanda burada maarifləndirmə, həmçinin bayaq qeyd elədiyimiz kooperativləşmə məsələsini də daha yaxşı şəkildə izah etməklə fermerlər arasında təşviq edilməsi nəzərdə tutulmuşdur. Bir məsələni də qeyd etmək istəyirəm ki, elana diqqət edən fermerlərimiz orada əkilə biləcək bitkiləri də görə bilərlər. Bu, bir növ Kənd Təsərrüfatı Nazirliyinin həmin fermerlərə tövsiyəsidir. Bəli, bu tövsiyə olunan bitkilər ona görədir ki, həmin ərazinin relyef, torpaq və iqlim şəraiti nəzərə alınmaqla ən yaxşı şəkildə və məhsul vermə qabiliyyətinə malik olan bitkilər seçilmişdir və bir növ regionun aqrar ixtisaslaşmasını da özündə əks etdirir. Xahiş edərdik ki, bu müraciət edən fermerlər öz müraciətlərində bu nüansları da nəzərə almış olsunlar. Bu əslində çox doğrudur. Gələcəkdə həmin fermer o təsərrüfatdan əldə elədiyi məhsulu satışa çıxardanda və ümumiyyətlə hər hansı bir məsələlər ortaya çıxanda çətinliklə qarşılaşmasın. Fermerə deyirik ki, yaxşı olar ki, burada misal üçün buğday kəsən və ya pambıq əkəsən və s. və l. Bu əslində çox doğru və belə deyək də düzgün yanaşmadır. Tamam, elə sualın davamı olaraq da istəyərdim bir Kənd Təsərrüfatı Nazirliyinin işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətlərinə dair vizyonuna da toxunaq. Biz Kənd Təsərrüfatı Nazirliyi olaraq işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətinin mütərəqqi əsaslarda qurulmasını belə deyək, bu qaydalardan irəli gələrək təşviq edirik. Məsəl üçün, selləmə suvarma bildiyiniz kimi qadağan olunur. Orada biz bunu fermerlərə də aşılayırıq və dövlət güzəştləri barədə də məlumat veririk.
parselləşmə minimum 5 hektarda saxlanılır. Bunlar nəyi bizə göstərir? Gələcəkdə ən ideal şəkildə kənd təsərrüfatı fəaliyyətlərini biz həmin ərazilərdə görmüş olacağıq. Yəni belə deyək də, praktik olaraq orada sınaqdan keçirirsiniz. Bəli, parçalanma olmayacaq, idarə olunan suvarma sistemləri olacaq. Eyni zamanda aqrar ixtisaslaşmanın ilkin yanaşmalarını indidən qoymuş oluruq və düşünün ki, buna uyğun da emal sənayesinin formalaşdırılması, satış yerlərinin formalaşdırılması gələcəkdə həmin fermerlərin ölkənin digər tərəfində olan kənd təsərrüfatı fəaliyyətlərinə nisbətdə daha çox gəlir əldə etməsinə ciddi şəkildə töhfə verəcəkdir. Bu dəyər zəncirinin bütün belə deyək də elementlərində vacib olan məsələlərdə həqiqətən də təqdirə layiqdir bu cür yanaşma və bu cür münasibət ümumiyyətlə kənd təsərrüfatına qlobal və peşəkar yanaşmadır. Vurğuladınız, mən istəyirəm davamı olaraq belə bir sual verim. Keçmiş məcburi köçkünlər, artıq dədə-baba torpaqlarına köçən, amma təsərrüfata yeni başlayan fermerlərimiz var ki, əminəm ki, bizə də baxırlar həmin bölgələrdən. Bu arada xüsusi salamlarımı çatdırıram. Bax, onlara hər hansı bir ekstra əlavə güzəştlər varmı və ya orada fəaliyyət göstərən şirkətlərə ki, ola bilsin bəlli bir belə deyək də proqramlar var, təlimlər var və ya güzəştlərin hansısa bir xüsusi bir pəncərəsi var ki, məhz ora üçün işlənilir, hazırlanır, yaxın gələcəkdə ola bilsin planlaşdırılır və tətbiq olunacaq. Bəli, çox vacib nüansa toxundunuz. Bildiyiniz kimi işğaldan azad olunmuş ərazilərimiz 30 ildən çoxdur ki, kənd təsərrüfatı fəaliyyətlərindən uzaq qalmış, eləcə də oradan məcburi şəkildə köçkün düşmüş soydaşlarımız həmin fəaliyyətlərdən bir çoxu, xüsusən də şəhər mühitində yaşayanlar uzaq qalıblar. O yüzden də onları kənd təsərrüfatı fəaliyyətlərinə cəlb etmək və kənd təsərrüfatı fəaliyyətlərini həmin ərazilərdə daha yaxşı şəkildə təşviq etmək üçün müəyyən bir paket üzərində, subsidiya paketi üzərində iş aparılır Kənd Təsərrüfatı Nazirliyi tərəfindən. Eyni zamanda bu torpaq idarəçiliyinin modelindən də asılı olaraq bu belə deyək təşviqlər nəzərdə tutulub. Bildiyiniz kimi orada kəndlərə yaxın torpaqlar kənd əhalisi üçün kəndlərdən daha uzaqda olan massiv şəkildə yerləşən torpaqlar isə investisiya yönümlü, investisiya müsabiqəsi vasitəsilə veriləcək torpaqlardır. Hər biri üçün ayrı-ayrılıqda belə deyək bir dəstək paketləri nəzərdə tutulur. Bəli, bu olmalıdır. Xüsusən də bayaq qeyd etdiyim nüanslar həmin fermerlərin uzun müddət bu sahədən uzaqda olması, sahəyə bağlılığın daha çox artırılması. Bir növ motivasiya, həvəsləndirici bir. Bəli, müəyyən belə deyək, onların bu sahədə həm təcrübələrinin artırılması, həm də bir gəlirlərinin formalaşdırılması üçün ilkin dövlət dəstəyinin olacağı şübhəsizdir. Məsəl üçün, biz ötən ilin Aqrar Subsidiya Şurasının qərarına baxsaq, bildiyiniz kimi işğaldan azad olunmuş ərazilərdə pivot quran, pivot suvarma sistemləri altında olan təsərrüfatlara digər belə deyək təsərrüfatlara münasibətdə təxminən 2 dəfəyə yaxın əkin subsidiyasını daha artıq ödəyirik, 400 manat civarında. Dəmiyyədə aparılan əkinlərdə isə subsidiyalar azaldıldı. Çünki bu dəmiyyə əkinçilik bizim dayanıqlı əkinçilik formatı deyil və onun üçün hər hansı bir plan yoxdur. O yüzden orada əkin subsidiyası 200 manatdan 140 manata qədər azaldıldı. Əksinə, pivot quranlara isə 400 manat. Bəli, 400 manat azaldıldı. Bunu istəyirəm bir neçə dəfə səsləndirək, Firdun müəllim. Bu rəqəmlər cəlb eləsin, necə deyərlər. Bəli, iqlimə davamlı, iqlimin dəyişmələrinin təsirlərinə davamlı, ümumiyyətlə dayanıqlı kənd təsərrüfatı fəaliyyəti, yaxşı kənd təsərrüfatı fəaliyyətlərinin belə deyək də best practicelər sayılır, dünyada tətbiq olunan. Onların işğaldan azad olunmuş ərazilərdə tətbiqinə dair təşviq alətləri olacaq və bunlar subsidiyalarla sütunlaşdırılacaq davamlı. Çox gözəl. Biz bu xəbərləri tezliklə Fermerin Real Dostunda bütün əhaliyə, xalqımıza və fermerlərə çatdırmağa hazırıq. Yekuna doğru bir daha istəyərdim xatırladaq. Xocalı rayonunun çox qürur vericidir. Biz artıq bu mövzuda danışırıq. Firdun müəllim, yəqin ki, razısınız. Siz dəfələrlə o bölgələrə səfər edirsiniz. Biz artıq Xocalıda, Zəngilanda, Füzulidə və kadrlardan da görür tamaşaçılarımız təsərrüfatla bağlı, həyatın qaydışınla bağlı sizinlə danışırıq. Həqiqətən də insanın içində bir qürur hissi, fəxr hissi yaranır.
Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində torpaqlardan əkin məqsədli istifadəyə verilməsi ilə bağlı müraciətlərin qəbuluna başlanılıb. Bir neçə cümlə ilə bir daha çağırış eləyək, xatırladaq fermerlərə zəhmət olmasın. Fermerlərimizə səslənərək bildirmək istəyirəm ki, növbəti günlərdə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti şöbələrindən ibarət qrupun Ballıca və Xanyurdu kəndlərinə səfəri nəzərdə tutulur və bu səfər belə çərçivəsində fermerlərimiz, xüsusən də Ballıca sakinləri tam məlumatlandırılacaq, orada qurulması nəzərdə tutulan kənd təsərrüfatı fəaliyyətləri barədə, torpaq icarəyə götürməyə dair hər hansı bir suallar varsa aydınlıq gətiriləcək, ona cavablandırılacaq. Yerində bütün suallar cavablandırılacaq. Əsas çağırış ondan ibarətdir ki, qoyulan müddət ərzində, yəni 1-30 iyun tarixlərində mütləq şəkildə ECTIS, yəni Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən müraciətini etsinlər. Bu müraciətlər onların torpaq əldə etməsi üçün əsas olacaq və sonda müraciətlərin təhlilindən sonra Kənd Təsərrüfatı Nazirliyi bir ay ərzində, yəni 1-31 iyul aralığında müraciətləri təhlil edərək icarə əsasında torpaqların verilməsi və yerində tanıdılması prosesini həyata keçirəcəkdir. Və növbəti mərhələdə təbii ki, biz Zəngilanda gördüyümüz mənzərə olacaq. Siz fermerlərlə, necə deyirlər, o əkin sahələrinə sahib olmalarına bağlı, icarəyə götürülmələrlə bağlı icarə müqaviləsi imzalayacaqsınız və biz bunu ictimaiyyətə sevə-sevə məmnuniyyətlə çatdıracağıq. Təbii. Mən sizə bu şərəfli, həm də çətin işinizdə uğurlar arzulayıram Firdun müəllim. Çox sağ olun ki, gəldiniz və bizim fermerlərin qonağı oldunuz. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun. Əziz, dəyərli zəhmətkeşlər, hörmətli fermerlər, mən düşünürəm ki, çox maraqlı bir mövzu alındı. Bir daha xatırladıram yekunda. İşğaldan azad olunmuş ərazilərdə torpaqların icarəyə verilməsi ilə bağlı. Bu proses nə yerdədir, hansı işlər görülür və bu və digər sualları qonağımla danışdıq, müzakirə elədik. 30 iyun, bax bu tarix son tarixdir. Xocalı rayonundan Ballıca və Xanyurdu kəndindən olan sakinlər, artıq ora köç eləyən sakinlərimiz və bu tarixə qədər, daha doğrusu ayın sonuna qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində daxil olsunlar, orada lazım olan müraciətlərini etsinlər. Gələn həftə eyni vaxtda Fermerin Real Dostunda yenidən qarşınızda olacağıq. Hələlik.